Çoxdan da gözlədiyim Temu sifarişlərim gəlib. Gəlin bir yerdə açaq. 80 manata nələr sifariş etmişəm, necə gəlib, özümə də maraqlıdır. İlk öncə bu dondan başlayaq. Evdə geyinmək üçün sifariş etmişdim. Materialı, özü tam şəkildəki kimi gəlib və demək olar ki, çox bəyəndim. Sonra videolarımda istifadə etmək üçün belə bir gülqabı sifariş etmişdim. Mən şüşə gözləyirdim, o isə plastik gəlib. Bəzi çantalarımda istifadə etmək üçün belə bir zincir sifariş etmişdim. Bunu da bəyəndim. Temudan bir neçə dəfə corab sifariş etmişəm və hamısını da demək olar çox bəyənmişəm. Materialları çox yaxşı gəlir, qiymətləri isə münasib. Demək olar ki, bir cütü 50 qəpiyə gəlir. Bəzi əşyalar yapışdırmaq üçün belə bir kley sifariş etmişəm. Yayda taxmaq üçün belə bir boyunbağı muncuqdan sifariş etmişəm. Temunun ən çox sevdiyim yanı açma olaydı. Paketləri açdıqda balaca uşaq kimi həyəcanlanıram. Sifarişlərimin içində isə ən çox sevdiyim demək olar ki, bu babetlər oldu. Çox yumuşaq və rahatdılar. Keyfiyyətini isə geyindikdə bilərəm. Bəzən boş vaxtlarımda nələrsə düzəltməyi və yaxud da çanta toxumağı çox sevirəm. Onun üçün belə bir çanta aksesuarı sifariş etmişdim və çox bəyəndim, keyfiyyətlidir. Gündəlik geyinmək üçün belə bir sadə köynək sifariş etmişdim. Materialı özü göründüyündən də yaxşı gəlib və çox bəyəndim. Şüşələri yapışdırmaq üçün belə bir kley sifariş etmişəm. Bunun da işə yarayıb yaramadığını istifadə etdikdə görəcəm. Makyaj fırçalarını qoymaq üçün belə bir qab sifariş etmişəm. Bunu da çox bəyəndim. Oğlum üçün 10 cüt corab sifariş etmişəm. Bunlar da çox yaxşı gəlib. Gələk ən çox gözlədiyim və bəyənmədiyim 2 sifarişimə. Gündəlik belə bir salfan sifariş etmişdim. Əslində materialı yaxşıdır, sadəcə çox iç bəlli etdiyi üçün bəyənmədim. Bu keten dəstə çox bəyənərək sifariş etmişdim, lakin gözlədiyimdən nazik gəldiyi və iç bəlli etdiyi üçün bunu da qaytarmağı düşünürəm. Bu günlük də bu qədər.